Salam dostlar. Bugün qərara gəldim bir maraqlı bir mövzuya toxunum. Bilirsiniz ki, ölkədə ürək tutmadan infarkt, insult keçirən insanlar çoxdur və ürək tutmasından çox insanlar rəhmətə gedirlər. Və bunun da səbəbi ürək damar xəstəliklərinin problemidir. Ürək damarlarının tutulmasının səbəbi yediyimiz qidalardır, yağlardır və ekologiyadır. Ekologiyanın sikli olmasıdır, havanın sikli olmasından da irəli gəlir. Ona görə qərara gəldim ki, bu dahi şəxsiyyətlə bir yerdə bir video çəkim. Bu şüşənin üzərindəki kişi təbii ki, çoxlarınız tanımırsınız. Çünki cahilsiz ona görə. İndi mən bir nümunə göstərim. Deməli, götürürük 50 qram tökürük bundan və suyu tökürük üstünə, süzürük. Və qarışdırıb içirik.